Salam değerli dostlarım, hamınızı xoş gördük. Bu günlər Binə qəsəbəsində, kanal üstü deyilən ərazidə, əsas yola yaxın, marşrutkaya yaxın, məktəbə yaxın olan bir ərazidə değerli dostlarım, sizlərə koridor sistemli 3 otaqlı həyət evinin çəkilişinə gəlmişəm. İlk istədim evdə Aysun xanım hətta canlı yayım açıb TikTok'dan, mən də YouTube'dan canlı yayım açacağım. Açmamışdan əvvəl dedim birinci videonu götürəyin, ondan sonra canlı yayımıza keçən. Buradan selfie çubuğumu götürün maşından. Ya Allah'ın adı Bismillah. Ve la havle ve kuvvetel illa billah deyək. İnşallah işimize başlayaq değerli dostlarım. Deməli ne eləyək biz burada? Ya Allah'ın adı. Biz selfie çubuğumuzu biraz düzəldək. Üzür istəyirəm narahatçılığa görə değerli dostlarım. İndi hal-hazırda başlayacağıq çəkilişimizə tam. İnşallah siz də kanalımızı bəyənin. Abone olun, zil düyməsinə toxunaraq bildirişləri açın ki, hər gün ən gözəl və ən yeni həyat evlərimizdən değerli dostlar xəbəriniz olsun. Ya Allah'ın adı. Bismillah. So, değerli dostlar, selfie çubuğumuzu da keçirtdik öz yerinə. Aha. Ya Allah'ın adı. Değerli dostlarım, hamınızı xoş gördük. Arxamda gördüyünüz bu gözəl mənzərəli, ətrafı yaşayışı olan həyat evi, niye ekran belə oldu? Təcili satılır. Bəli, təcili satılır inşallah. Değerli dostlarım, ətraf yaşayışdır. Geniş məhəlləsi var. Xeyrə, şərə, hər bir kəs gəlsin. Allah şərdən bizləri uzaq eləsin. Ancaq xeyir iş görməyi nəsib eləsin. Yəni məhəlləmizdə toy elə, bayram elə. Evimizin hər tərəfini sizə göstərmək istəyirəm. Ona görə keçdim bu bağ hissəyə. Bax, evimizin sağından, solundan hər tərəfi götürürəm ki, tam məlumatınız olsun. Canlı yayımda da bəzən baxıram ki, YouTube belə çəkilişimizdə çəkdiyimiz kimi canlı yayımı tam olaraq effekti etmək olmur. Değerli dostlar, ona görə YouTube kanalımızda videolarımıza tam diqqətlə baxmağınızı tövsiyə edirəm. Və bu ağaclar sabahları yaşıllaşdıqca bir başka bir mənzərə qatır. Yani tək bu ağac değil değerli dostlar. Hatta burada da gördüğünüz kimi ağaclarımız var. Hatta bu bir tarafta da ağaclarımız var. Evler var, yaşayış var. Ve bu gördüğünüz en yekə ve iri ev hal-hazırda satışdadır. Qiymət 55.000 Azərbaycan manatları, real alıcı olsa yerində qiymətdə indirim də mümkündür. Və evimiz tam əşyalı satılır değerli dostlar. Ev yerdən hündür kürsülüdür. Qoşa daşdır, yola yaxındır, məktəbə yaxındır. Bu ətraflar məlumatları verim ki, sizlərə sabahları məmnun olmasın. Kreditlə verilmir, qətiyyən şəxsi evdir. İnşallah keçəcəyik, indi isə evin içinə ev əşyalı satılır və bütün əşyalar elektronikasına qədər hər bir şey evin içində qalacaq. Bir çöp belə evdən değerli dostlar nə olmur? Götürülmür. Keçən evimizi inşallah. Hə dostlar, dediğimiz kimi evimizin gazı var, ışığı var, suyu var, hər bir şəraiti var. Gəl gir yaşa evdir. Evimizin tam ətraflı, bəli, yenə də istəyirəm sizlərə, özümə borc bilirəm. Çünki nəyə görə ev almaq istəyən şəxs evə tam ətraflı baxmaq istəyən şəxsdir. Və biz bunu borc bilirik ki, sizlərə bunu tam önəmli olaraq ətraflı hər bir yerdən tanış etmək istəyirik ki, değerli dostlar, evdən tam məlumatınız və xəbəriniz olsun. Bu ev satılır. Yəni real alıcılar zəng eləsinlər. Bizdə nə yalana, nə yulana yol yoxdur. Baxın, qolum qonşular da yaşayır. Bu evin böyüklüyü çox böyükdür. Və əlavə olaraq da değerli dostlarım, 3 otaq koridor sistemlidir. Yəni tam keyfiyyətli yerdə yerləşir, özü də hündürdür. Yerimiz də çox hündürdədir değerli dostlar. Buradan yəqin ki kameradan hiss olunur hündürlük. Sizlərə tam ətraflı göstərməyə çalışıram. Keçən inşallah evə. Evimiz məktəbə, bağçaya yaxındır. Bax, buradan bir dənə geniş plan götürəcəm sizlərə. İstəyirəm bunu buradan belə geniş planını götürəm. Ətraflı məlumat olsun. Bəli, evimizin hər bir yerinə girib baxacağıq. Birinci istəyirəm həyətdən başlayaq.
Su bakımız var, hidrofonumuz var, evimizin pütümünütkası var. Evimizin arkasına, böğrüne çeşmək olur, fırlanmaq olur, dövr etmək olur. Evimizin sizə padvalını göstərəcəm. Dostlar, bizcə dəqiqə. Ya Allah'ın adı. Padval qupqurudur. Keçirəm padvala. Padval gördüyünüz kimi qupqurudur değerli dostlarım. Necə lazımdır hər bir şey. Tam qaydasındadır. Otaqlarına keçmək olur. Atmaları görürsünüz. Nərdivanına qədər var. Aboylardır burada. Evdə vurulan aboylardır. Rovnu 5 ilin evidir değerli dostlar. Dəmir darvazasına kimi göstərirəm. Keçirəm indi isə evimizin iç qisminə. Ya Allah'ın adı. Evimiz yerdən kürsülü, hər tərəfi də cütdaş tikilmiş evdir değerli dostlar. Onu da deyim, tam qoy məlumat ne olsun, bərpa olsun. Keçən evə Bismillah ya Allah və la havlə və quvvətə illa billah. Evimiz koridor sistemlidir. Dostlar, evimizin mətbəxindən başlayaq. Dostlar, bax, paltar yuvanına qədər hamısı öz qaydasında. Suyu gəlir, qazı var, işığı var. Yani hamısı tam öz qaydasındadır değerli dostlarım. Keçirəm evimizin otaqlarını göstərim. Bax, bura belə bir yataq otağıdır. Gördüyünüz kimi tam qaydasında. Yani ışıqlar da yanır. Sonra bura bizim belə bir gördüyünüz kimi yine yataq otağıdır. Hər bir şey tam qaydasında. Ne görürsünüz, bunlar hamısı içində qalır mebelləri. Sonra qiymət də 55 mindir, təkrar edirəm. Bura evimizin zalıdır. Bütün hər bir şey qaydasında. Burada da ne əşyalar görürsünüz, hamısı evin içində qalır. Aysu xanımı çıxmaq şərti ilə deməli bu peçinə qədər, Wi-Fi-nə qədər. Bura baxın Aysu xanım, mən də buna bax, gəl bura. Bura gəl, bir dənə zəhmət olmasa. Ekrana bax. Görürsünüz. Deməli burada ışıq şey verir, effekt. Ona göre el olur. Sancar qovşağı qaldı, onu göstərəcəkdim. Burada dostlar sancar qovşağımızda. Bax, görürsünüz, hamısı tam qaydasında. Sancar qovşağı da öz yerində, öz qaydasındadır. Belə ətraflı yenə də kim nə sualları varsa buyursunlar, YouTube'da əlaqə saxlaya bilərlər değerli dostlarım. Yani təkrar da eləyirəm dostlar. Nömrəmiz 055 570 96 40 051 558 08 28 de Röşen bəyin əlaqə nömrələridir. Da eşitdiniz değerli dostlarım. İnşallah zəng etməyiniz kifayətdir ki, bu evi gəlib yerində əldə edəsiniz. Və məsləhət görürəm ki, bu ev həqiqətən də sizler üçün çox yararlı bir ev olar, düşərli bir ev olar. İnşallah ki, kim bizden ev aldı, ikinci, üçüncü, dördüncü, beşinci evə qədər Allah'ın izniyle ev almaq nəsib olsun. Değerli dostlar, buyurun gəlin, gözəl evləriniz olsun. Amin. Rabbil aləmin inşallah.